Salam əziz və dəyərli yoldaşlar, mən Murad Bəlliyim. Gəlin belə bir sualın izahına baxaq. Sual çox sadədir. İlk öncə bilirik ki, choose a correct variant tipli suallarda ya sual mübtəda xəbər uzlaşması, burada çox vaxt verb də ola bilər. Verb olduğu halda bilirik ki, bu complex object və yaxud da genera dair bir sualdır. Və yaxud da olur mürəkkəb tamamlıq. İndi burada variantlara baxanda görürük ki, bu mürəkkəb tamamlığa aid bir sualdır. İlk öncə baxıram, burada let var. Bilirəm ki, let birinci qrup feildir və feil heç nəsiz işlənəcək. Let və make-də bu belə olur. Ona görə to var A variantında çıxıram. Making var çıxıram. Bilirik ki, mürəkkəb tamamlıqda olan nə şəxsə, nə kəmiyyətə, nə də zamana görə dəyişməz. Makes-də buna görə çıxıram. Qalıram B və C-nin arasında. Burada make var və make-ə görə qoyacağım mən ki, make-dən də sonra to gəlməz. Bunun ikisi də birinci qrupa aiddir. Gəlməyəcəyinə görə B variantda çıxıram, cavab olacaq C variantı. Ümid edirəm ki, aydındır. İzlədiyiniz üçün təşəkkürlər.